Salam dostlar, kanalıma hoş geldiniz. Hoş gördük. Bugün de maraqlı bir mövzu haqqında sizinlə söhbət edəcəyim. Bugünkü mövzu oda daban şoru. Buna daban mahnısı deyirlər, daban şoru deyirlər. Bu demək ki, topuqda güclü ağrı müşahidə olunan bir xəstəlikdir və son zamanlarda çox geniş yayılıb. Bu demək ki, dayan hərəkət sisteminin pozuntusu olub, dibdə bunu deyirlər plantar fasit. Fasit zamanı ayaq daban bağlarında büyük bir çıxıntı əmələ gəlir ki, bu demək kalsi çıxıntıları olur. Bunlar demək ki, böyüdükcə demək ki, sonra yumuşaq əzələyə sirayət edir və ağrı yaradır, güclü ağrı yaradır. Demək bütün daban pəncə bütün ayağı ağrı bürüyür. Və bu kimdə artıq şəkildə əziyyətli adamlarda, sonra yaşlı adamlarda, pazar əziyyətli adamlarda, sonra bir də olur ki, adamlar qış vaxtı ayaqlarını gezdirirlər, soyuq vaxtı ayaqlarını gezdirirlər, o zaman da ola bilər. Və bunu diğer korumak üçün birinci rentgen eləmək lazımdır. Rentgenlə müayinə olunur və bu dəqiq diagnoz qoyulur. Elə ki diagnoz qoyuldu, bunun müalicəsinə başlamaq lazımdır. Dərhal, yəni vaxt itirmədən. Bunun müalicəsi əsasən gedir fizioterapiya üsulu ilə. Sonra dərman ağrı kesicilərdə də iltihab kesin dərmanlar ola bilər. Ancaq bir də var zərbə dağı üsulu. Bu zamanlar çox qeyri-qəbul bir üsuldur. Bu üsuldan istifadə edilmək olur. Amma ki, birinci növbədə demək ki, pəhriz və bəzi hərəkətlər, idman hərəkətləri lazımdır. Bir düz deyirəm ki, birinci növbədə çalışın ki, ayağınız rahat olsun. Rahat bir ayaqqabı giyinin. Bəzi adamlar çox hündür daban ayaqqabı giyinir. Qadınlara xüsusən aiddir ki, qadınlarda bu daha çox rahatsız gəlir. Çünki qadınlar daha çox, həddən artıq hündür ayaqqabı giyinirlər. Adam görünür dəhşətli gəlir ki, bunun üstündə gəzmək olar mı görsən? Mən onu təsəvvür edəməm ki, onun üstündə gəzmək olar. Bax, belə hündür daban ayaqqabı giyinən adamlar daha çox rast gəlir və buna görə lazımdır, birinci növbədə lazımdır ki, ayaqqabını dəyişmək daha rahat, daha yüngül ayaqqabı giymək lazımdır. Mən başa düşürəm, hündür daban ayaqqabı xanımları daha gözəl göstərir. Amma ki, axı siz sağlığınızı görünüşünə qurban verə bilməzsiniz. Mən onu da sizə deyim ki, başdakından bəlkə bu mahnımız çox ağırlı olur. Çox ağır olur. Yəni, şikayət edəndə həmişə deyirlər ki, çox dəhşət ağrılar verir. Ona görə də birinci növbədə fikir verin ki, diqqət edin ki, ayağınız rahat olsun. Ayağınız isti olsun, soğuğa vermeyin. Evdə də ya küçədə də rahat ayaqqabı giyin. Evə gəldikdə nəzik bir yumuşaq bir başmaqdan istifadə edin ki, ayağınıza soğuk dəyməsin. Pəhriz lazımdır. Yəni, əgər adam artıq şəkildə əziyyət çəkirsə, demək ki, bu adam pəhriz gözləməlidir ki, artıq çəki azalsın və o da çünki o da çox təsir edir. Çünki ayaq bizim bütün yükümüzü daşıyır, bütün gün bizim yükümüzü daşıyır. Təbii ki, o da əziyyət çəkir və hansısa bir vasitələr özünü göstərir ki, mənə çox əziyyət verməyin. Pəhriz hökməndir burada ona görə. Yəni, duzlu yeməklər olmaz. Yəni, bunu nəzərə alın ki, duzlu yeməklərdə istifadə eləməyin. Pəhriz hökməndir. Bir də var, xüsusi idman hərəkətləri var ki, bunu da istifadə eləmək lazımdır. Demək, davamımızı mən sizə başa saldım ki, nədən yaranır, nədən əmələ gəlir və nə üçün əmələ gəlir və necə müalicə eləmək lazımdır. Mən qısa da olsa, yəni elmi dildə yox, sizin başa düşəcəyiniz dildə sizə izah edim. Çünki mən həkimlər üçün danışmıram, mən siz üçün danışıram. Və ona görə də sizin dildə danışıram ki, başa düşəsiniz. Çox danışıq vaxtınızı almıram, özümü yormaq istəmirəm ki, bir mövzu haqqında uzun danışmağın mənası yoxdur. Siz bildirə bildiniz ki, davam bombası nədən yanılır, kimdə olur və necə müalicə etmək lazımdır. Bir daha deyirəm ki, bu olur, demək ki, artıq çəkili insanlarda, hündür daban ayaqqabı giyən xanımlarda, mən xanımların üçün deyirəm ki, kişilər bədbəxtlər hündür daban giymirlər.
Sonra padaran əziyyəti çəkənlərdə, iltihabi xəstəlik əziyyəti çəkənlərdə olur. Və müayinə elmi sizdən yeni bir diaqnoz qoyulur və əsasda fizioterapiya müalicə olunur. Bu qədər. Diqqətinizə görə çox sağ olun. Gəlin görüşənə qədər. Kanala abunə değilsinizsə abunə olun, videoları beğenin və paylaşın ki daha çox adam istifadə eləsin.